Hələ yaşı 5-dən çox değildi ki, anası Xədicə vəfat etdi. Bundan sonra bu çətin yolda atası ilə yol yoldaşı oldu və atası ilə birlikdə Mədinəyə köç etdi. Gənc idi. Ühud və Xəndək kimi döyüşlərdə belə Peyğəmbərdən ayrı düşmədi. Bəzən o döyüşçüləri yemək azuqəsi ilə təmin edir, bəzən də döyüş meydanlarında yaralanmış kəslərə tibb bacısı kimi qulluq edirdi. Artıq İslam genişlənməkdə idi və Həzrət Məhəmməd get-gedə ərəblərin arasında tanınmış şəxsə çevrilirdi. Bununla belə Fatimə gəldikdə Peyğəmbər ehtiram əlaməti olaraq ayağa qalxar, əlindən tutar və onu öz yerində əyləşdirərdi. Bu ərəfələrdə Qureyşin bir çox adlı sanlı və zəngin şəxsləri, həmçinin Əbdürrəhman ibn Avf, Əbu Bəkr və Ömər ibn Xəttab kimi şəxslər ona elçi düşdülər. Lakin Həzrət Məhəmməd onların istəyinə mütəmadi olaraq bir cavab verirdi. Fatimənin izdivacı səmavi bir əmrdir və Allahın hökmünə ehtiyac duyur. Amma Allah Fatimənin qəlbinə Əlinin sevgisini saldı. Əli öz ömrünü yeni formalaşan İslamı müdafiə etməyə sərf etmişdi. Buna görə də evlənmək üçün onun bir qılınc və bir zirəhdən başqa heç nəyə yox idi. Elə həmin zireh Fatimənin mehriyəsi və onların müştərək həyatının başlanğıcı oldu. Həsən, Hüseyn, Zeynəb və Ümmü Gülsüm onların 9 illik ailə həyatının səmərəsi oldu. Əlinin eşq dolu şeirləri və Fatimənin eşqini tərifləyən sözləri o dövrün cəmiyyəti üçün bənzəri olmayan bir nümunə idi və onların birgə həyatından qalan rəvayətlər tarixdəki eşq dastanlarından az deyil. Əli Fatimə ilə 9 illik həyatının gedişində bəzən Peyğəmbərlə yanaşı döyüşlərdə iştirak edir, bəzən də əkinçilik və quyu qazmaqla məşğul olur, habelə dolanışıq üçün az bir qazanca qənaət edirdi. Fatimə isə yenə də Əlinin böyük dəstəkçisi idi. O evdə buğda üyüdüb un hazırlayır, ip əyirirdi ki, hər nə qədər az olsa da həmin gəlirlə evin dolanışığını idarə etsin. Xeybərin fəthindən sonra Yəhudilər sülh bağlamaq istədilər. Fədək ki, çox geniş xurma bağlarına malik idi, Peyğəmbərə xoş niyyətlərinin nişanəsi olaraq onu hədiyyə etdilər. Peyğəmbər də vəfatından 4 il əvvəl onu Həzrət Fatiməyə hədiyyə etmişdi. Fatimə fədəyin xurma gəlirindən bir qismini özü üçün ayırır, qalan hissəsini isə yoxsullara, habelə Mədinədəki kimsəsiz qadınlara sərf edirdi. İndiki yaşayış şəraitləri yaxşılaşmışdı. Fatimə daha çox asudəliklə şəhərin qadınları üçün dərs keçməyə vaxt ayıra bilirdi. Hətta Salman, Əbu Zər və Miqdad kimi kişilər də onun yanına gəlir və suallarını Fatimədən soruşurdular.